Naxçıvan Ali Məclisinin daxili nizamnaməsinə dəyişiklik edilib. Turkustan az məlumat verir ki, dəyişikliyə əsasən deputatların iclaslarda iştirak qaydaları daha da sərtləşdirilib. Yeni dəyişikliyə əsasən deputatın üzüsüz səbəbdən iştirak etmədiyi iclasların sayı ondan 5-ə endirilib. Mövcud qaydaya görə Ali Məclisin sədri Ali Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Ali Məclisin 10 iclasında üzüsüz səbəbdən iştirak etməyən Ali Məclisin deputatı barəsində intizam komissiyasına təqdimatla müraciət edir. Yeni dəyişikliyə əsasən deputatın mandatının itirilməsi proseduru daha erkən işə düşəcək. Yəni 5 iclasda üzüsüz səbəbdən iştirak etməyən deputatın mandatı ləğv oluna bilər. Bunun üçün Ali Məclisin sədri intizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Ali Məclisin deputatı haqqında deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq olunması haqqında rəy qəbul edir və Ali Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Ali Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Ali Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, intizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin leyinə və ya əleyhinə çıxış edə bilərlər. Ali Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Ali Məclisin qərarı azı 23 səs çoxluğu ilə qəbul olunur.